Həkim sirri həkimin deyil, pasiyentin hüququdur. Lakin son vaxtlar həkim sirrinin pozulması halları ilə daha çox rastlaşırıq. Təəssüf ki, praktikada bəzi klinikalar və həkimlər tibbi sirri öz məlumatı kimi qəbul edir. Halbuki həmin məlumatın sahibi pasiyentdir. İlk öncə həkim sirrinin nədən ibarət olmasını açıqlayaq. Vətəndaşın tibbi yardım üçün müraciət etmə faktı, xəstəliyin diaqnozu, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar həkim sirrini təşkil edir. Pasiyentin razılığı olmadan isə bu məlumatların digər şəxslərə açıqlanması yol verilməzdir. Lakin biz televiziya kanallarında və sosial şəbəkələrdə nəyin şahidi oluruq? Geniş izləyici kütləsi qarşısında vətəndaşın övlad sahibi olacağı barədə qəfləti müjdələnməsi və ya bəzi həkimlər tərəfindən pasiyentin razılığı alınmadan vətəndaşa göstərilən tibbi xidmətin həkimin reklamında istifadə edilməsi, xüsusilə də məşhurlara aid tibbi məlumatların mediaya sızdırılması. Bilmək lazımdır ki, həkim sirri şəxsin toxunulmazlıq hüququ ilə birbaşa əlaqəlidir. Bu hüququn pozulması isə məhkəmə mübahisəsinin predmeti ola bilər. Bu yaxınlarda rastlaşdığım bir hadisəni sizlərlə paylaşmaq və müzakirənizə buraxmaq istərdim. Qurumun əməkdaşı tərəfindən növbədə dayanan vətəndaşlara müraciət olunaraq bir şəxsə növbədən kənar xidmət göstərilməsi üçün onun onkoloji xəstə olması məlumatı açıqlanmışdır. Xoş niyyət, ancaq səhv yanaşma. Nəticə də özünü çox gözlətmədi. Sağlamlıq vəziyyətinin bu şəkildə açıqlanmasını görən vətəndaş haqlı etirazını bildirdi. Bu kimi hallarla rastlaşmamaq üçün isə pasiyentə aid tibbi məlumatların yalnız onların razılığı ilə açıqlanmasını tövsiyə edirik. Tibbi mübahisələr üzrə ixtisaslaşmış vəkil Tural Musayev.